Bilirsiniz Dəli Dümrül ki buna Faslar Dümrülü divan eser yazırlar. Hala bu divanəliği buydu ki bu heyecan adamıydı. Çok gücüne, kudretine güvenen adamıydı. Bu bir tane kuru yerde, kuru çayın üstünde gəlib körpü salmıştı. Keçən kervanlara deyirdi ki, burada mənim körpümdən keçəsiz, mənə 30 aksa pul verəsiz. Aksa da gümüş puldur. Biri dəsi verirdi. Biri de deyirdi, axı Dümrül, sənə biz pulu niye verər? Burada su yok ki biz boğulaq. Biz aşağı ilə gedirik. Sen üstü sen körpüyen çıkmırıq. Deyirdi, çıkmasaz. Hem kötək yersiniz, hem 40 aksa gələ verəsiz. Tutub alırdı bilələrindən. 10 aksa da bilələrindən izafə alırdı. Bir gün gəlir göğü bu körpünün etrafında bətər şivəndir. Qadınlar, qocalar ağlayırlar, başlarına çalırlar. Deyir, ne olur? Deyirlər, bir dənə cavan dünyasını dəyişib burada deyir. Dünyasını dəyişib. Yəni deyirlər, bu ölüb də kim bunu öldürüb deyir. Deyir, Əzrail bunu canını alır. Əzraili görsədim mənə. Əzrailin hesab kitabını verirəm əlinə. Deyirlər, baba, Əzrail firişteyi ölümdür. Sən də sorağa incəsin, sən də can. Deyir, mən o zətdə uşum kəsməz. Əzraili görsədim. Bəzi Allah görür, baba, çox tutarı vurur olub bu. Əzraili göndərir, çox calıb dəstandır. Bunu oxumaq hamıya lazımdır. Gəlir, bu əvvəldə biz Əzraili saymır. İkinci dəfə dəlləri ilə ki otmuşdu, Əzrail gəlib bir gövərçi şəklində uçur, bunun nəzarə eləyizadına sonra özün buna görsədir. Çox bir dənə ayrı bir səlabətli şəkildə bu qorxur. Qorxur, minir ata evə gedəndə yıxılır. Əli at girir, üçüncü dəfə Tanrı Əzrail'e de get bunun canını da. Bu deyəsən daha bəzilər çıxıb da, cızdan çıxıbdır. Gəlib bu görür, yox, vaqəən qəziyyət ciddidir. Deyə mənə fürsət verir. Tanrı Əzrail'e deyir, bu elə bil ayındı biraz. Bunun dədəsi 120 il ömür eləyib, nənəsi 100 il ömür eləyibdir. Bu əgər onları mütəqaid eləyə bilsə, onların birinin canını alırsan, bunun canını bağışla, bunun qadını, həyat yoldaşı cavandır, 2 dənə bunun uşağı vardı. Bunun canını alma. Bu ayında da gəldi bizim yolumuza, bu gözəl işlər görəcəkdir. Deyə getkinə atanla danış, ananla danış. Gedir ağa, nə ata qəbul eləyir, nə ana qəbul eləyir. Bunları mən nəzmə səmkimində oxuyacağım 5-10 beyt xidmətsə, nə gözəldir. Gedir qadının yanına. Nəinki öz həyat yoldaşına deyə, sən mənim əvəzimdən öl. Gedir həyat yoldaşına deyir ki, özü adı gəlməyibdir bunun zatda, bu kitabda həyat yoldaşının adı zikr olmayıbdır. Gedir deyir, mənim həyat yoldaşım ki, bir bilə bahəm keçinmişik. Mən demirəm sən mənim əvəzimdən ölgünən. Mən gəldim deyim, ölümü istiqbal eləyirəm. Gedirəm öləm, bir dənə təmiz adam tapçına. Onun qadını olcunan, o sənə ər olsun, mənim bu 2 dənə, bəli, igidim ki vardı, bunlara gözəl ata olsun, gözəl yaşayış, mənim də çoxlu param vardı, davarım vardı, dəvəm vardı, mülküm vardı, hamısı sizin. Bu görür o yanda həyat yoldaşı ağlayır. Həyat yoldaşı deyir, mən sənin nə altınıyın, nə gümüşüyün, nə davarıyın, nə dəvəyin, bunları istəmirəm. Mən hazırəm sənin əvəzindən neyniyəm, ölümü istiqbal eləyəm, sən diri qalasan. Bunlar Allah'a bəhəsən mütəvəssil olurlar, deyirlər, baba, bizim ikimizin də canımız alıcılığında səninki müqərrərdir. Orada Tanrı Əzrail'e deyəcək, bunun dədəsinin, nənəsinin, ikisinin də canın qəbzuru elə bilələrin, ona 100'dən izafə ömr eləyiblər. 140 il ömr Dəli Dümrüllə həyat yoldaşına nəzərdə aldım. Mən bilirəm, Dümrül gözəl işlər görəcək. Körpü saldıracaq, məktəb titrəcək, gözəl xidmət eləyəcək cəmaətə.